Əziz izləyicilərim, bu mənzilin özəllikləri hədsiz çoxdur, ən vacibini sizə demək istəyirəm. Salam əleykum, əvvəldən deyim, çaylarınızı süzün. Bu mənzil, bu bina, yanındakı binalarda bu kvadratda 5 otaqlı mənzil milyon yarıma aşağı deyil. Çünki 258 kvadrat sizə mənzil təqdim edirəm. Elə bir futbol meydançasında, villanın içine oxşur. Elimlər Zahid Xəlilov küçəsi Nazirlər Kabinetinin binasında 4-cü mərtəbədə yeni təmirdən çıxmış və yaşanmamış 5 otaqlı mənzilin təqdimatına başlayaq. Giriş hissəsindən adəti üzrə olmazı girirsən, bax bura xüsusi girişidir mənzilin. Girən kimi sağda həm paltar dolabı, həm də çamaşır otağı. Burada da asılqan, mebel, ayaqqabı geyinmək üçün. Daxil olursan xola. Yəni, bunun kvadratını bir də özür təsəvvür edin, kadrlarını görürsünüz və mən boydadır. Hələ bu kinonun birinci hissəsidir. İkinci hissəsi, mən sizə bir dənə futbol stadionu təqdim edirəm. Bura zal odasıdır. 6 dənə pəncərəsi var zalın. Burada nə məclislər və yaxud da ki, topsları oynamaq üçün də, görməm oyna. Divan, boy burada, özün üçün, televizor. Mən çox bəyəndim bu mənzili. Ev alırsınızsa, yəni belə bir evi, özünüzə qiymət 750 min manat. 780. 80 bin manat. 30'un edilmişəm, 780 bin manat sahibi bu evi satır. 258 kvadratlı 5 otağı. Həqiqətən araşdırın da, yoxdur da belə bir şeylər, yəni 180 milyon. 200 kvadratlı evlər milyondan da, yəni bu elmlər arasında. Mən sizə bir otaqları bir görsədim, sonra keçərik əsas otağa. Bu bir detisk otağıdır, balkonu var, yer paraketdir, isti döşəməli, burada otaq çoxdur. Qısqatı burada da paltarlar var, girən kimi. Bura isə yenə böyük bir mətbəx, hər bir xanımın, qızın arzusu da belə bir kuxması olsun. Şkaflar yığılıb, yəni mebel, elektronikalar qoyulub, hamısı da keyfiyyətli, eyvana çıxış var. Görüb eyvandan hara baxırıq, sizə onu görsədir. Deyirəm, görsətmə, sən görsətsin, sonra gəlirlər özləri alırlar. Mən də deyirəm ki, insan hər kəsin vicdanına bıraxıram da, yəni. Bax, budur. Zahid Xəlilov, operator da kömək edir mənə, baxışı da budur. Dəyərli izləyicilər, bir tərəfində Renaissance Palası var, bir tərəfində Almas Park var, bir tərəfində Mirvari Park var. Yəni, bura olmayan ziyalı yerdir, universitetlərin çox olan yeridir. Keçmişdən bura elmlər qəşəng sayılır da, yəni, məndən nə yaxşı bilirsiniz. Keçək publisik pozisiyaya, burada çox ağları mən təqdim edeyim. Təmirli, yəni səviyyəsinə, bir də rəng tonlarına baxın. Sizin üçün deyim, qızılı Turetski, bu da türkdür, santexnikası, divar içidir. Burada bir də mən kadrdan görürsünüz, asma tavan və burada duş kabini var, isti döşəmədir. Bu növbətli bir otaqdır. Yəni ki, burada bir qonaq üçün, ya uşaq üçün olan bir otaqdır. Bunda balkona çıxışı var. Yolçu paraket bambukdan istifadə edirlər təmir zamanı. Bura yəni də bir otaqdır. Görürsünüz necə ev iki hissədən ibarətdir. Videonun başlığını onu gördüm ki, elə bir ki, bir villadasın dəyərli izləyicilər. Proyekt villa proyektini. Gəldik çatdıq ev sahiblərinin, gələcəkdə ev sahiblərinin yataq otağına, geniş bir yataq otağı, hər şeylə varıdır, hansı evdən tutmuş. Və burada bu otağa aid olan geyim dolabı mebellərlə yığılmış və ona aid olan hamam otağı geniş formada, rəhtonlarda zövqlüdür. Əziz və dəyərli və hörmətli izləyicilərim, bu mənzilin qiymətini yenə deyirəm, 780 min manata satılır, endirim olacaq, 5 otaq, 258 kvadrat, 4-cü mərtəbə, təzə təmir. Kimə maraqlıdırsa, birbaşa baxan kimi video zəng eləsin, yenə görüşək burada, əməkdaşlar sizə bu mənzili açıb göstərsin. Sağ olun, var olun.